Karl Dron bir dənə kitabı var. Aklını ən doğru şəkildə kullan kitabıdır. Dinləyənlərə də məsləhət görürəm, oxusunlar. O kitabda şuurun 2 mərhələsindən danışır. Sabitlənmiş zəka və inkişafa meyilli zəkadan danışır və orada bir şey deyir. Deyir ki, Olimpiya çempionlarının adını çəkir, dünya şöhrətli idmançısı adını çəkir və orada bir Məhəmməd Əlinin adını deyir. Deyir ki, Məhəmməd Əli ümumiyyətlə boks edə biləcək fizikdə, yəni fiziki göstərici olan boksa yararsızdır bir və döyüşəndə etdiyi bütün şeylər boks standartları var da, hamısına ziddir. Yəni bir trener ona baxsa deyər ki, bundan boksçu olmaz, bu döyüşə bilmir. Uyğun deyil. Heç bir şey uyğun deyil. Kitabda da Karol onu izah edib, parametrləri dənə-dənə ki, bax Məhəmməd Əli ümumiyyətlə boksa uzaq adamdır. Bütün statistikalarda. Amma adam nədir? Hamımız tanıyırıq. Boks deyəndə Məhəmməd Əli yada düşür. Nəticə məsələsidir. Və Məhəmməd Əli bunu belə izah edir. Deyir ki, bir söz var, kəlbəək kimi, arı kimi sanat, kəlbəək kimi süzür. Deyir, gözünün görmədiyi şeyə vura bilmərsən. Məhəmməd Əlinin sözüdür. Sürətə. Və dünyaya izah elədi ki, mən sizin standartlarınızda olmasam da, yəni siz bir standart təyin edirsiniz, o standartlardan qıraq da çempion ola bilirəm. Və bəzən biz deyirik ki, mən bura aid deyiləm. Məhəmməd Əli əslində boksa aid deyildi. Yəni boks adamı deyildi də, yəni həm zəka olaraq, həm fiziki göstərici deyildi. Bəzən biz də elə bilirik ki, bu sahəyə görə deyilik. Bu xətadır. Çünki biz bunu mühakimə edirik özümüzdə. Nəyə əsasən, kimə görə? Bəlkə sənin düşüncən məhduddur, sənin analizin məhduddur və bəzən mən tələbəmə də bunu izah edirəm ki, deyirəm ki, sən özünü burada görmürsən, yox. Sən ümumiyyətlə həyatda nə istədiyini bilmirsən. Sən bunu tapsan, istənilən şeyin dalına düşərsən. Mənə bəzən deyirlər ki, məsələn, mən indi AI öyrənməyə çalışıram, AI developer ilə sahəmi daha böyütməyə çalışıram. Mənə deyirlər ki, yaşın gecdir, hövsələn çatmayacaq və s. şeylər. Bəs işi dayandırıb necə öyrənəcəksən? Dedim ki, mən pulsuz qalmağı da göz alıram, əyləncədən imtina eləməyi də göz alıram və s. Mən gedib onu öyrənərəm. Bu dəqiqə mənə desələr ki, sən santexnik olacaqsan, mən bəlkə də ciddi bir santexnik olaram. Mən bura aid deyiləm, deyil məsələ. O kitabı oxusunlar, özləri başa düşəcəklər, mən nə demək istəyirəm. Ona görə məsələ aid olmaq yox, nə istədiyimi bilməkdir.